İndi elə birinci sual sizcə nə olacaq cavab? Deyir, sikloalkanların emeri hansıdır? Görün sualın. 14N. 14. 14. Sahə deyirik. İkinci sualın cavabı nədir? D7H14. B7H14. Düz. Üçüncü sual deyir, metil siklopropanın sinif arası izomeri. Metil 4 dənə siklopropan. karbon olanı 4 karbon. götürməliyik. Əhsən. Alken. Bəli. B-bəndə. Siklopropan alkanlar dedik. Nə ilə sinif arası izomerdir? İndi dedik. Alkenlərdən. Alkenlərdən. Metil siklopropan nə deməkdir uşaqlar? Neçə karbon var? Karbona baxın. Metildə bir dənə, propanda da 3 dənə. Yəni bu deməkdir. 3 bucaq, bir dənə də yanında CH. Yəni 4 karbonu olan alken seçməlisiniz. 4 karbonu olan alken, alkenlərdə də bir dənə neçə qat rabitə var dedik? 2 qat. Keçək 4 nömrəli suala. 4 nömrəli sualda nə deyir uşaqlar? 4 nömrəli sualda. Bəli, propanda 4, bəli, 5 karbonu olan alken. O da hansı variant olar? B variantı. B variantı. Gördük, şahi gedir suallar. Çox rahat. Deyir, hansı dixlor alkanlara təsir eləsək natriumdan izomer olan sikloalkan alınır? Uşaqlar, birincidən hansı sikloalkan alınır? Baxın. Metil siklopropan. Əhsən. 3 bucaq. Çünki bu xlordan bu xlor 3 bucaq. Yəni DH. İkincidən nə alınır? Baxın, bu xlorla bu xloru bağlatdığımız bəli, 4 bucaq. Əhsən. Buradan nə alınır? Bax, buradan xlordan nömrələr 1, 2, 3. 3 bucağı yaz. 1, 2 siklopropan. Ay sağ ol, bəli. Ay sağ ol. Burada hara birləşir? 1 2-yə CH3 birləşir, 1 1-ə. Yəni bunları qonşudur. Onda uşaqlar izomerlər hansılar olar? Məncə 1 ilə 2 izomer olar. Çünki burada da 4 karbon var, burada da 4 karbon. Burada 5 karbon var, olmaz. Dördüncüdən necə sikl alına bilər? Burada halogenlər qonşu. Dedik,